Hə, bəzilərini mənim aylıq qazancım narahat eləyirmiş. Birincisi, mən efirdə deyirəm ki, bu hər ay belə olmur. Amma bir çox vaxt elə olur. İndi mən neyim ki, sənin bütün toya getdiyin qiymətə mən 1 saatlıq, yarım saatlıq gedirəm. Bu mənim günahımdırmı? Bu bir. İkincisi, mənim kirada qalmağım mənim kefimin belə istəməyindəndir. Mənim kirada qalmağım sənin heç maşının krediti o qədər deyil. Başa düşürsən, mən nətər yerdə qalıram. Evimə də qalanda mənim evim düz şəhərin ortasındadır. Və çox belə tanınmış bir şirkətlə təmir edirik. Təmirim nə vaxt ürəyim istəyən kimi olacaq. Daha Zərzibonskidə yol üstü materiallardan yox, belə qəşəng lüks hazır eləyəcəm. Ondan sonra orada yaşayacağım. Səni də qonaq çağıraram, gələrsən, baxarsan ev təmiri zat nətər olur, ev nətər olur. Belə hər yoldan keçən belə dəxilsiz yerdə olmur da. Ev olanda gərək səviyyəli yerdə olsun. Yaxşı mı? Narahat olma mənə görə.